13 sayılı cəza çəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Musavatın məlumatına görə Çingiz Yunisov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzalandırılıb. Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqcıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb. Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb. Qeyd edək ki, bu hadisədən sonra penitensiar xidmətin rəisi Ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında Ədliyyə naziri Fərid Əhmədov penitensiar xidmətin 13 sayılı cəza çəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib. Çingiz Yunisovun ümumiyyətlə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.